Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah və bə'd. Küsülü qalmağın çox qorxunc zərərləri var. Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Hər bazar ertəsi və cümə axşamı, yəni 1-ci və 4-cü günlər, cənnətin qapıları açılır. Başqa hədisdə, hər bazar ertəsi və cümə axşamı əməllər Allaha təqdim edilir və Allah Azza və Cəllə küsülü olanlardan başqa ona şərik qoşmayan bütün qullarını bağışlayır. Allah mələklərinə buyurur, barışana qədər onları, yəni küsülü olanları tərk edin. Başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Bazar ertəsi və cümə axşamı cənnətin qapıları açılır və Allaha heç nəyi şərik qoşmayan hər kəsin günahları bağışlanır. Yalnız mömin qardaşına nifrət bəsləyən kimsədən başqa. Onlar barədə deyilir, bu ikisi öz aralarındakı münasibəti düzəldənədək onların bağışlanmasını yubadın. Subhanaka Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.